Stres səbəbindən tökülən saçlar bərpa olurmu, yoxsa bunun da elə Stres səbəbindən tökülən saçlar ocaqlı tökülmə deyirlər. Ocaqlı tökülmə, o da həcminə görə total və s. müalicə ilə bərpa olur. Yəni bu pasientlərə biz saç həkimi yəni gələndə bizə müraciət edəndə ilkin olaraq biz onlara müalicə təklif edirik və müalicə edəndə aradan qalxır. Yəni bu günə kimi hələ bizdə olmayıb ki, ocaqlı tökülmə ilə bizə pasient müraciət eləsin və biz ona saç çəkək. Yox, nə də olmayıb ki, müalicə ilə nəticəsi olmasın. Yəni ocaqlı tökülməni müalicə ilə bərpa eləmək olur. Yəni o saç həkiminə göstəriş deyil. yəni bu saqqala da aiddir də mən belə Saqqalda olur, üzdə olur, bəli. Cavan oğlan gəlib 25 yaşında indi həvəslidir, saqqal əkməsi gür olsun. Deyirəm, bax, indi saqqal əkdim. 5 ildən sonra oldu ki, sabah sənin hansı bir işə təyin olundun. Deyək ki, bir dövlət işinə və sən orada belə Yoxdur, saqqalı söhbət öyle tələb şey. olunacaq tıraş eləyəndə istər-istəməz sən onu hiss eləyəcəksən ki, sıfır saçını ülgüzlə kəsəndə ki, saqqal əkilənlə əkilməyən o fərqləri üzündə hiss eləyəcəksən. Daimi saqqal saxlayırsansa, hə, saqqal əkimi elə. Hiss olunur, Əlbəttə, hə, sıfırlayanda hiss olunur. başda da hiss olunur, burada da. Başdan, hə, başı məsəl üçün saç həkimindən sonra biz nəyə görə saçınızı keçər qırxmayın, niyə? Çünki çıxarılan köklərin yerinə yenisi gəlmir. Saç uzananda heç nə bilinmir. Amma maşınka ilə ağardanda o götürülən yerlər seyrəli bilinir.